my god, bu ev nə gündədir belə? Çox da həyecanlanmayın. Həmişəki vəziyyətimizdir evimiz. Yəni məni tanıyanlar bilir ki, bura bizim normal günlük həyatımızdır. Ay qız, yastıq yerdə, şivabra yerdə, ip, dəftər, qələm, oyuncaq, nə bilim kitab, ürəyiniz nə istəyir tapa bilərsiniz bizim evdə. Nəysə qızlar, bu günlərin bunu da həll eləyirik. Necəsiniz? Nə var, nə yox? Mən şükür Allaha yaxşıyam, enerjikəm. Bir dənə full həkim tapmışam. O gün getdim, qoluma iynə vurdu bir dənə qızlar. İnanırsınız, yəni bacınız elə bir təzə anadan olub da. Təsəvvür eləyin, mən axırıncı dəfə belə gözəl yuxu neçə vaxt idi yatmırdım. Son bir neçə il idi ki, mən normal yuxu yatmıram, normal yaşayış yaşamırdım. Ay qız, yadımdan çıxıb da belə adam kimi həyat yaşamaq. Getdim, bir dənə qəşəng iynə vurdu və bir dənə dərman yazıbdı, sağ olsun. O da həm ağrı kəsici, həm iltihab əleyhinədir. İnanırsınız, nə gözəl yatıram mən. Axşamlar elə gözəl, bir quzu kimi yatıram da, axşamlar çevriləndə, eləyəndə, nə bilim. Bu yerdəki şivabranız adı fikir verməyin. Bunları idman məqsədi ilə gətirib qoymuşdum yerə. Nə bilim, o tərəfdə turba var. Onu da qaynanan vermişdi ki, turba idmanı elə. Yəni kim nə deyirdi, gətirib eləyirdim. Heç biri işə yaramırdı. Görürsünüz də bu turbanı. Nəysə, bir dənə həkim mama tapmışdı. Sağ olsun. Getdim yanına, bir dənə oynağa iynə vurdu və vəsiyo. Lalə həyatın yaşayır da, yəni çox gözəl. Ağrım keçdi, şükür Allaha. Buradan da həmin həkimə çox sağ ol deyirəm. Maraqlansanız, sizin də əgər probleminiz olsa, mənə elə gəlir ki, var idi, yazıb mənə soruşanlar var idi xanımlardan. Deyərlər, nömrəsini verərəm həkimin. İstəsəniz gedərsiniz, yoxlanarsınız siz də. Elə ağrım getmişkən dedim ki, elə bu gün biraz evə əl gəzdireyim. Mama da gələcək. Görürsünüz, orada toxuduğum koftanı da artıq yekunlaşdırıram. Az qalıbdı, da bir ili tamam olur. Bu gün mama dedi ki, sizə gəlirəm. Tez tələsik uşağı qoydum məktəbə, gəldim evə, cumdum ki, o evi biraz ortalığa əl gəzdirəm. Çünki mama hər dəfə bizə gələndə deyinir. Xoşu gəlmir mənim evi belə saxlamağımdan. Amma onun xoşu gəlməsə də, yəni mən də beləyəm. Mən də belə yaranmışam. Yəni ağrım olmasa da qızlar, halsızlığım hələ də qalıb. İnşallah onunla bağlı da bir analizlər verim. Bəlkə bir vitamin qəbul eləsəm, bir dənə də onunla bağlı bir həkim tapsam özümə, yəni sevinərəm. Görək onu nə vaxtda tapıram. O gün getmişdim ki, güya qan analizi verəm. Sərələndim yerə, qaldım xəstəxanada. Heç qan analizi də verə bilmədim, qayıtdım, gəldim. Bu halsızlıq, təzyiqin riski düşüb qalxması, nə bilim şəkərdir. Bilmirəm şəkər var yoxsa yoxdur. Prosta yəni belə ürək getmə olmağımı deyirəm ki, birdən şəkər olar. İndi hər nəsə onu da yoxlatdıracağam inşallah. Bu hal məsələsini də bir dəfəlik həll eləsəm, ümid eləyirəm ki, evimi daha təmiz saxlaya biləcəm. Əşi evdir də, sən can, fikir verməyin, olsun da, gecə olsun, əsas odur ki, təmiz olsun. Bilirsiniz ki, bacınız gecələsə də təmiz eləyir. Yerə tökülmüş ayran da orada stolun qarşısında qızım sağ olsun dünən axşam tökmüşdü. Güya dedim ki, bu günlərim axşam silərəm. Amma və lakin həmişəki kimi bacınızın halı qalmadı ev silməyə və ona görə biraz buralara əl gəzdirdim. Əslində mama axşama doğru dedi ki, gələsi olmadım. Ona görə evi təmizləyəndən sonra dedi gələsi olmadım və mən də evi təmizləmişdim axı. Dedim mama da gəlmir, eyb yox, qoy silmək yenə qalsın. Yenə qaldı silmək. Görək inşallah onu nə vaxta planlayırıq, nə vaxta alınır o silmək məsələsi. Nəsə biraz salfetka ilə buralara əl gəzdirirəm. Twistentimi qızım sağ olsun ləkə-ləkə eləyib də. Nəsə buraları siləndən sonra baxıram twistentin üstünə, fikirləşirəm, fikir məni aparır, görən silim, silməyim. Sonra deyirəm ki, yox əşi silməyim, durum gedim, biraz ortalığa əl gəzdirim, sonra oturum dincəlim. Nə qədər təmizliyi olar ki? Elə bil ki, bütün günü təmizliyi eləyirəm axı. Nəysə gəldim yataq otağına, oranı çox təmizlədim çünki. Gəldim yataq otağına, yataq otağında biraz oradan-buradan səlqəli qəşəng qattaladım, qoydum. Bura sizi göstərirəm qızımın yerini. Bəli, qızımın o boyda otağı olurlar. Hələ də mənim yanımda yatır burada. İnarsınız, yəni buna mən hələ də bir çözüm tapa bilməmişəm.
Onun otağında mebelinin yerini dəyişdim. Onun vloqunu sizə göstərə bilmədim vloqda. Videosunu çəkə bilməmişəm. İnşallah gələn videolarda çəkəcəm. Niyə çəkməmişəm? Çünki otağında paltar yenə həmişəki kimi aşıb daşırdı. Hər dəfə deyirəm ki, onun otağını səliqəli saxlayacağam. Elə bil ki, dəyişmə otağıdır ora. Elə əynimiz orada dəyişirik, paltar, nə bilim, şulkadan götürürəm ora, qoyuram ki, qatlayaram və bir də görürəm ki, orada bir taya əmələ gəlib. Ona görə bu vloqda oranı çəkə bilmədim. İnşallah gələn vloqda çəkəcəm. Qızlar, bu gözəl güllərimi görürsünüz də yəqin ki, bununla bağlı çox soruşurdunuz. Bir dənə vloq çəkmişəm, qısa bir vloqdur. İnşallah alınsa, elə bu vloqdan sonraki videoda onu da paylaşacağım. Bu güllərimə baxımla bağlı necə qulluq edirəm, necə saxlayıram, necə çoxaldıram. Belə bir video hazırlayacağam. Görək ərincəklik tutmasa yenə. Bu ərincəklik məni bir təhər elədi də qızlar. Neysə, buraları belə biraz su salfetka ilə silirəm, tozun, torpağın zadım biraz. Arada xanımlardan bəziləri deyir ki, ay Allah, tozsuranı göyə vurdu, yerə vurdu, mebelə vurdu, divana vurdu. Ay qız, tozsurandı da sən də ki, arada bir götürürsən, silirsən, altın sol salfetka ilə durur orada. Olur tərtəmiz. Fikir verməyin elə şeylərə. Yəni bilirsiniz ki, bacınız elə şeylərə takmır. Siz də narahat olmayın. 3-5 günlük dünyadır. Sən Allah kef eləyin. Nəysə, burada axşamdan yığılıb qalan zirzibillərimi dedim aparım, atım. Ondan sonra biraz kuxunyada əl gəzdirim. Keçən vloqumda sizə göstərmişdim ki, buradakı bankaları mən yığmışdım. Bu siyirmənin altındakı siyirməyə, baxın bura. Və artıq elə vloq qutaran kimi bu siyirməni açırdım ki, Allah qoysa güya makaron götürəm, oradan siyirmənin altı düşdü o biri siyirmənin içinə. Sən demə, bu bankalar ona ağırlıq eləyirmiş və olmazmışmış. Mən də neynədim? Heç nə. Neynəyəcəm? Götürdüm, qoydum mebelin üstünə. Yerim də yoxdur ki, harasa bir yerə yığam. O vaxtı biz bu evə köçəndə bir 8 il əvvəl ağlımız kəsməyib ki, bu mebeli pataloqa qədər yığdıraq. Və mebel qısa qalıb. Mən də sevmirəm mebelin üstündə əlavə əşya. Ona görə belə şey ortalıqdadır. Belə adicə qab yanıma belə yer tapıram qoymağa. İnşallah gələcəkdə ölməsək sağ qalsaq, yenidən yığdırmaq fikrim var. İstəyərəm ki, kuxna mebelimi yenidən yığdıram. Bu boyda 5 metrlik otağa yaxşı dizayn olunmayıbdı deyə. Bax, belə hər şey ortalıqda qalıbdı. Amma əlbəttə ki, neynirik, belə şeyləri heç ürəyimizə salmırıq. Əlbəttə ki, düzələr bunlarda. Yəni, fikir verməyin qızlar. Siz də əgər evinizdə nədənsə narazısınızsa, heç fikir verməyin. Akışına bırakın, düzələcək yavaş-yavaş inşallah.
Burada da stolumun üstünü səlqəyə salmaq istəyirdim. Sən də mən qızım sağ olsun oyuncaq qabının içində doldurubdu mərciməyi, qoyub burada süfrənin altına. Mən də xəbərim olmayıbdı. Süfrəni qaldıranda o da töküldü ora. Allahdan qızım evdə değildi. Sinirimi özümə deyinə çıxartdım. Yaxşı ki evdə değildi. Neysə gətirdim buraları da təmizlədim. Artıq havalar düzəlir. İnşallah bir gün sizinlə pəncərə silmək, nə bilim balkon təmizləmək, o qədər təmizlənəsi yer var. Ay qız, təmizlənəsi o qədər yer var bizim evdə. Amma eybi yox, ölməyib sağ qalsam, onların hamısını sizinlə bir yerdə təmizləyəcəm. Deyirəm Allah hamd olsun, yaxşı ki bu vlog var. Bu vlog sayəsində yenə arada bir evə əl gəzdirirəm. Yoxsa yadımdan çıxır ki, hara təmizləmişəm, hara qalıbdı. Nəysə, buraları da biraz əl gəzdirəndən sonra keçid eləyirəm, toz suranla işləyirəm. Mərciməklər də hamısı ayağımın altına yapışıbdı. Bütün əsəblərim çorlandı və gətirim testərəsi buraları toz suranladım və lakin buranı da yenə silmədim. Ümumiyyətlə evi mən demişdim sizə tez-tez silmirəm. Yay aylarında tez-tez silirəm. Bir də yəni belə lazım olsa nə vaxtsa arada bir silərəm. Belə qış, payız aylarında, nə bilim yaz aylarında elə də çox silmirəm. Nə yalan deyim sizə. Və bir ton paltarlarım yığılmışdı. Onları da paltar yuyan maşına atdım. Dedim keçin biraz da hamam otağını əl gəzdirəm. Əslində hamam otağını bir gündən bir demək olar ki, hər gün təmizləyirəm. Hamam otağında, yəni necə deyim, bu moykanı və unitazı hər gün təmizləyirəm. Sadəcə yeri silməkdir, duş kabininin içidir. Ora uzun müddətdir ki, artıq yenə təmizləmirəm. Axırıncı dəfə sizinlə vlog çəkəndə təmizləmişdim. Nə yalan deyim. İnşallah onu da təmizləyəcəm sizinlə bir yerdə. Yəni ora çox pis gündədir, qapqara, çirkdir, elə. Utanacam da, yəni həqiqətən utanacam. Orada əməli başlı məni ağzınıza gələn deyəsiniz. İndidən deyim sizə, hazır olun. Özünüzü belə qəşəng, möhkəm saxlayın. Sözlərinizi hazır saxlayın. Yazarsınız. Vallahi bilmirəm bizim suyun ərpindəndir, yoxsa həqiqətən də gec təmizlənir deyədir. Nədirsə, o duş kabinanın içi, kənarlar çox çirklənir. Yəni qapqara ərp bağlayır, çirk bağlayır. Bilmirəm ki, bu niyə belədir. Neysə ki, onu da təmizləyəcəm. Və bu arada gətirdiyim bu yerə tökülən ayranı da su salfetka ilə sildim. Sizə də göstərirəm ki, elə bilərsiniz ki, ora elə qaldı. Heç elə saxlayaram. Yox, əlbəttə ki, saxlamaram. Silməsəm də su salfetka ilə silirəm. Yaxşı su salfetka var. Nəysə, gəldim, qızımı məktəbdən gətirdim. Onun sevdiyi kotlet deyim sizə də. Kotlet deyil əslində bu. Başqa cür kotletdir. Sadəcə ətdən hazırlanır. Yəni içərisinə soğan,
kartof, zad belə şeylər vurulmur. Çox dadlıdır. Yəni məsləhət görürəm ki, bir dəfə olsun, heç olmasa bunu yoxlayın. Deməli, ətdir, mal əti, qoyun əti nəsə belə onu qəşəng-qəşəng 2 dəfə ət çəkən maşından keçirirsiniz. 2 dəfə keçirilməsi şərtdir. Çünki bir dəfə olanda belə diri-diri qalır. İstiot da mənə askırtdı bir neçə dəfə. Nəysə ki, qızlar, ətə vururam duz, istiot, sarı kök, 1 çay qaşığı kimyon, bir dənə yumurta, videoda onu vurmamışam, videodan əvvəl vurmuşdum və gördüyünüz suxarikdən, suxarik qırıntılarından vəsiyo, vəssalam. Bunları qəşəng-qəşəng qarışdırıram. Bu gördüyünüz suxariki qatılaşana qədər, tam qatı şəkildə olana qədər əlavə eləyirəm. Çünki onu əlavə eləməsəm, kotlet sulu olacaq. Ona görə apardığı qədər, yəni nə qədər qatılaşacaqsa o qədər suxarikdən əlavə eləyirəm. Əsas bunun dad verəni bir Holland pendiri də arasına qoyuram. Bir də kimyondur, 1 çay qaşığı mütləq şəkildə onlar əlavə olunmalıdır. Və bir də əlbəttə ki, artımlı olsun deyə bəzi xanımlarımız kotletə vururlar kartof və s. belə şeylər, amma buna getmir də, bu kotlet deyil. Bunu sadəcə ətlə eləyirlər, heç soğan da getmir. Nəysə, bunu bu formada eləyin qızları, yoxlayın, çox dadlı olur. Normalda mən bunu quyruqla qızardıram, quyruqla çox dadlı olur. Lakin bu dəfə qızım təkcə özünə istəyirdi. Ona görə qızım da daha çox belə yağda qızarma xoşlayır. Quyruğun iyisinə görə sevmir onu. Ona görə bu dəfə ona belə sadə yağda qızarma elədim. Bu formada pinqvin salafanı da arasını kəsirəm və forma verirəm. Qızardıram o bu yüz, adi kotletdəki kimi çox dadlı olur. Axırda da pişmiş halını sizə göstərəcəm. Hələ ki məndən bu qədər qızlar. Mən videonu yekunlaşdırıram, konuşmamı yekunlaşdırıram burada. İnşallah gələn vloglarda yenə danışarıq, söhbətləşərik. Videom xoşunuza gəldisə kanala abunə olaraq mənə dəstək olun və videonu bəyənin. Əlbəttə ki, rəydə yazın, yadınızdan çıxmasın. Öpürəm hər birinizi, sağ olun.